Ha, mən nə eləyim böyüdüm, hə? Ala sən bölməyəcəksən. Ha, mən deyə kamera açamıram, hə? Ay bura sındırıb sən TikTok-u bura. Bay içinə pox. Sən başlasın böyle kamera açılsan. Balaca. Burada yuxarıda saqqallar oturur, başa düşsən? Balaca otur aşağıda bura. Düş aşağı. Və tüm var kameranı aç. Sən o açamıram, hə? Bu nədir? Bu Axı içinə olmasın kameranı aç. Aa seni bunu biraz sındıran olmamıştı. Yok sındırmışlar. Mən qaqaş bu günə düşəsi oğlan dörəydim. Aa 100 manatlıq söhbətində sındırmışlar. Aa, yaxşı. Bura bir şey bilirdi. Var o. Qəşəng. Var o. Allah O oliqarx, bu kim də sən hədiyyə zat? Oo, qəşəng oxu, yaraşırlar. Sağ olsun. Bizim qardaşlardandır. Allah razı olsun. Sağ olsun, sağ olsun. Respect, qəşəng oxu. Respect, I love you. Sən özdə bilirsən atamı. Küt götmən elə bax. Təşəkkürlər. Allah qazancınızı bol eləsin dostlar. Gələsən Strasburqa aman ha. Uy, böyle səsi gəlir Elvinin sən kanalizasiyanın dibində. Aa Süli gedək Strasburqa. Dur, davay ben getdim. Ama indi yok hala. İndi yox, böyle ondan da. Ama dur getdik. İndi yoxsa indi dedi. 26'sı. 26'sı hələ bir dənə bayram var ya, belə başqa baxdan. Vüqar bəy təşəkkürlər, var olasın. İndidən termin götürürlər, şeylər kimi, Avropalılar kimi sülü. Nəyini götürsən qaqa? Sağ ol Vüqar bəy, Termin təşəkkür. götürürlər, indidən Avropalılar kimi də. Elvin hardasan qaqaş, çıx da oradan. Tualetdə. Çıx da oradan. Ora işte bir eşeğin götündən gəlir səsi. Yox, mənim yerim düz hardadır, Yuri Gagarin'in düz. Xuy uğraşdı sənin yerinsin. Poxda da deyil belə. Dayımın götdüyər. Səsinə bax. Dayımın götdüyər. Normalde danışa eşidilmir belə bu qalın səsli Aa, kişilər. elə bir içində qalıb belə danış da normal. Elvin kişilər arasında fərqə bax. Elvin qalın səsli kişilər arasında. Səsin getdiyə təmin gedib quyudasan buraya. Sənin səsin gəlmir. Nə danışsan? Aa. Gözlərə bax bir dənə. Qalın səsli kişilərin yanında səsin gəlmir sənin. Danış görmürəm. Ay, mən kamera açamıram, bunun içinə salım. Sən nə bomba, qadınlarım TikTok. Bilirsən, kim? Var mən başımı xarab elədim. Oh, bax belə. İndi necə? Aa bax indi ala. İndi matsı. Naşik taxmışdım da ona görədir. Nə varım? Sən manafın yanında kişi adamsan, uğraşdı yalandı. Manafa baxanda yəni xuysun. Bu besin də var. Mən bu günə şüşəni söylədim. Özümün bu gün nəsə nuş Bir olsun. də soxub getmə yalanla. Mən içirəm sənin sağlığına. Şəxsən bax burada bu qədər adam var, içirəm sənin sağlığına. Nuş atam, nuş. Elə bir biz burada cındır zadıq. Bizi bilmirəm, sən ola bilərsən. Nuş qoca. O şeydə deyir, orada elə bir cındır zadıq. Hele bir burasına basma. Deyir adam var adamı cındır çıxardır. Adam da var özünü cındır çıxardır. Sən burada mən önce çıxartdın da. Ben pok yerəm. Sən özünü çıxartdın. Ben kiməm ki? Bana bir cərizadə. Sili, ya buna necə nəşi? Orxan yok değil belə. Orxan sən bəzi abi 50 manat, yok 100 manat da vermir, deyirəm bir şey yok. Deyir verirəm. Ay, yaxşı işləmədə. Ay. Deyir yüzü verirəm. Deyir yüzü verirəm. Onu da yok. Allah billah. Özü də. Bu ikinci saatda mən danışıram bununla. Beri sülü öyrəm ha. Qaqaş deyir. O vaxt da iPhone neçə çıxmışdı? 15 idi, neçə idi? 16 idi. Salam. Bravo, salam. iPhone 16 zat hazırdı. Salam, bravo. 8'in söhbəti gedir. Axırı gəldi 100. Oy ya, elə nə qədər içirmişəm bana. Vallahi sən gülürsün ha. Allah sənin başını qoyub ayağına daş salmasın. Güvəndim sözlərdə, soğum sənin sözünə bilək.
Başqa adam da onsuz. Ay belə. Ver 3 ver, 3 ver. Motor boğma. Gördü qaqanlar Aa, ne oldu bu yetki provasını aldı yoksa hələ yox, hələ boğul. İsveçrə dövlət deyir ki, oraya götdən qoyaram sənə. Nə problem? Başım Ay sən öl deyirəm. Ay 3 dəfə kirlənmədim. Sonra məni psixiatriyə göndərirlər. Psixiatriyada şey yazmalısan. Ala oradan da mənə şey vermədilər. Diyan görüm sən oynayasan. Biri qarı qoşulur bura diyan görüm. Bir daha söz eləyəcəklər bizə. Kimdir bu? Deyir mesajlarım düşür. Ay bu nə? Azərbaycan. Salam, salam. Salam, salam. Hoş gördük hər birinizi. Qardaş biz o səviyyəsi deyilik qalxaq misafirə kiməsə söyə adamı tutub dərsin sonunda. Allah var eləsin. Allah var eləsin. Bu ev alqı satqısı qalxmaq istəyir. Diyan görüm. Hər zaman üzvüz inşallah qardaşlar. Mən burada kart paylaşmışam. Yəni belə deyim də özüm əməliyyatdan çıxmışam. Yəni görə də bilərsiniz. Yəni 3 dənə də körpə evladım var. Olarmı güclü satandan mənim kartıma dəstək olardınız? 36 nəfər adam var. Allah. Yəni bax kartı paylaşmısan qardaş. Kim istəsə dəstək olsun. Qardaşa Yəni dəstək lazım. sən icazə verərsənsə yayımda oturardım. Bəlkə kömək eləyərlər. Nə otur da biz gülüb danışırıq ancaq. Yəni Nə olar qardaş ki? tema deyil, hə, bildin nətər. Bu dəqiqə, yəni sən belə elə də, gör qardaşın sənə nə deyir. Allah 40 səni nəfər adam var da indi yəni. Eşidirsən mən? Kartı niyə Bəli, görə bəli. paylaşmısan? Mən bir dənə deyim. Qardaş, mən özüm əməliyyat olmuşam, işləyə bilmirəm. Yəni 3 dənə körpə evladım var. Mağazindən hissiyə vermirəm. Yəni mən dünən getdim çörəkçinin çörəyi belə vermədim. Ha, o mağazin yiyəsinə denən ki, onun lişni var yox, onun ağzına soxum. Başa düşdü belə bax belə də deyil. Hə, başqa da ki, eşidirsən sən belə də indi bu gecə o gecə deyil. Sən sabah gəl, sən sabah gəl. Sənə burada qoşaq belə bir normal. Dövlət qapısına, hansı dövlət qapısına qardaş açıb müraciət eləmisən? Normal formada Yəni qoşaq. boşlaram, belə çıxa bilərəm. Ay, Yəni sağ belə ol. problem yox. Hə, bu günlük sən bizi üzrlü hesab elə. Yenə deyirəm, Allah gül balalarını saxlasın. Allah sənə şəfa versin. Sağ Sən ol, sabah qardaş. gəl, burada division eləyək. Bu gün Allah olmayacaq sağ da. Yəni mən bilmirəm nə deyirəm. Problem yoxdur Ay qardaş. sağ, vəsə danışdıq qardaşım. Amma Gözəl xeyir olsun. amma paylaşa bilərsən Hə, amma burada aşağıda kartı. paylaş. Aşağıda paylaş, yazığı da yaz. Aşağıda Yaxşı, paylaş, yazığı da yaz. Təşəkkürlər. Oldu. Təşəkkürlər. Gözəl Var ol. xeyir qardaşım. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Allah kömək olsun sənə. Sağ ol. Qardaş gəldi, eşidirsən. Ay bir dənə troll qoşun da bura incitməyin adamı. Hə, troll hardan qoşaq? Sən deyəsən qaşınırsan, TikToka təzə gəlmisən. Sən o ay 1 ilə yaxın idi, TikToka girmədim uğraş. 1 il, bəlkə 1 il. Mana bu canlı yayımda. Yana, bibi gəlib diyan gələm. Mən Boş bibim gəlib. Bibi da. Bibim gəlib. Qoş. Kimi gördün Ha, qoş. Allah ömür versin. Şahla xanım. Necəsiniz, Qoş. neyiniz? Salam Gözəl. Salam bibi. Salam, salam, salam. Toydu bu gecə. Hə, Qaldırın toy deyəndə badələri. ki, qəyaqdan baboşa baxıram da şey, kabab düzəldiririz için o Puh, pulmuşka yiyir. ay, ay, Mən də kabab ağzım satırsan. sulanır, baxıram orada, Ay, ağzım sulanır. çıxmısan Dəhşətli, kişilərin 3000 dənə adam var. Diyan orada, gecə Süleyman. saat neçədir? Kişilərin yayımına Gecə çıxıb 3-də, baboşdan. 3000 dənə adam var orada, qəhbələr. Oturublar Ay, hamısı. sabah burada gülüşürlər. yaxın yaxşı gətirdin. Hə, o şərəf. Süleyman diyan. Hə, biz Allah haqqı oturublar 3000 dənə adam gülüşürlər. Müjgan da var bir dənə, müjgan, osturaqçı müjgan. Ona deyirlər, bir dənə ostur, sənə bir dənə şir atım. Bilət, mən ostursam mənə heç daşlıq atan olmaz. Həm osturdurlar, həm qəşəng osturan yerin yalayırlar. Ministerin oğlanları, nazirin oğlanları. Osturan yerin dili ilə yalayırlar. Müjgan pul yığır, demək çıxır canlı yayına. Deyir, götümü şişirmək istəyirəm. Götün şişirmək üçün pul yığır. 5000 manat pul yığıb qayıdıb deyib ki, bu artıq qalarsa əgər şeydir, şəhid ailələrinə şey verəcəm. Yəni götümdən artıq bir şey qalsa, götümdən artıq pul qalsa, o da şəhid ailələrinə. Allah qəhbə milləti, bizim kimi qəhbə var ha, planetdə yoxdur planetdə. Axtarmayın. Bizim kimi qəhbə millət hələ özümüzü. Az qalıb İran sikəcək, diriyib olaraq. Az qalıb. Rakım qoyub bokum sikəcək olaraq, baxarsınız. Az qalıb. İndi görəcəksiniz siz. Onların o kitabı osturdu, bağlandı. Amma İranla müharibə eləmək olar. İran 10 gün İsraili osturtdu. İsrail hansı müsəlman ölkəsindən geri çəkilib indiyəcən? İndiyəcən çəkdirir Qaziyə, Maziyə, ora bura. Hardan? İrandan niyə döndü? Dönməyəydi də.
10 gün niyə çəkdi ki müharibə? Dönməyəydi də, qoy Dadiba savaşlar da, Xuy savaşlar. Moskva, Voronezh, Xuy da qoymuş. İndi gör İran, bunlar keçiriz, İran, İsraili zadı buraxacaqlar ora. Amerikan 30-durublar şeydə, Naxçıvanda. Xudafərin körpüsünün adını qoyublar Trump körpüsü. Yibiomat. Xudafərin körpüsü. Əziz Cəfərzadəni oxumusunuz 1501. Bilmirəm o kitabı oxumusunuz yoxsa yox. Xudafərin körpüsü var bir dənə onun kitabı. Mən onu uşağı idim, məktəbdə oxuyurdum. Mən o oxuyanda ağlayırdım. Uşaqlıqdan belə bir sənəcə həssas olmuşam. Belə insanlara, belə gözəl qədimdən danışan, qədimimizdən, bizim qədimdən danışan yazıçılarımızın həmişə kitablarını oxuyanda uşaqlıqda ağlayardım. Başa düşürsünüz? Xudafərin körpüsünü qoyub Trump körpüsü. İndi Trump'ın əskərləri də maşallah amerikanski xuy, это большой хуй, самый большой хуй на свете, это американские мужики, блядь. Наших женщин ебали арабы, пакистанцы, индусы, блядь, апачilər, Çingaçkuk, большой zmey, hamısı bunlar qayırıblar. İndi kim gəlir? Amerikan saldatları. Uşaqlar ucu olacaqlar amerikanski. Excuse me. Ya, excuse me. Excuse me. Excuse me. Ha, baxın indi görünəcədir yaşayırıq. Baboşa baxırdım indi. Yuxuda görmüşdüm onu. Durdum gördüm. Baboş hinduşka pişirir. Ferması var həyətdə. Fermadan cücələrini addelini yedizdirir. Ördəkləri addelini. Qazı addelini. Hinduşkanı da addelini. Bu yiyir. Sonra da deyir, vay sıçmağım gəlir. Qaçır tuvaletə. Ona deyirlər, sıçanda orada, telefonu orada qoyma. Sıçanda bizə göstər. Baxın görün necə sıçırsan. Ağzınızı işlətsinlər. Yani heleler de var abi. Bir diğer ki sıçmağı da göster bize. Ana kül başma, babaş orada belə, babaş orada belə toğuk yiyir hər gün, sən belə dönər yiyirsən belə. Babaş qədər də olmadı. Abi İlham da Mən dönər yiyim. Mən orada qalsaydım, mən də babaşın yanında oturmalıydım. Yox, səni demirəm, bibi. Manafı deyirəm, manafı deyirəm. Hələ onlar hələ dönər də heç yemirlər. Allah bilir. Başqa şey yeyirlər. Sveji ət yeyirlər axır zamanlar. Qabaq biz Azərbaycan başqa kişilərə pizzasos deyirlər. İndi özləri yalayırlar. Cavan oğlanlarımız qoca arvadları yalayır ki, onlar bitki çörəyə versinlər. Bibi İlham da Siyonistlərin tulasıdır da. İsrailin tulası değil İlham da. Ha. Deyirəm Bibi, İlham- İsrailin tulası da İlham özü də İsrailin Siyonistlərin Deyən tulasıdır. də, bibi danışır da, deyən də. İlham. Mən başım çıxmır. Azərbaycanda yadınıza gəlir bir 20 il bundan qabaq, 15 il bundan qabaq kvartirant yox idi ki, düz deyil. Azərbaycan biz Türkiyəyə zada gedəndə baxdıq, gördük cəmaət kvartirant qalır. Dedim bu nədir lan? Millət kvartirant qalır. Bu da Türkiyə. Yəni bizə birtəhər gəlirdi də kvartirant qalmaq. Bilət indi Azərbaycan kvartirant qalır. Baxmayaraq ki, kvartirantdılar, qəhbələr dəmir yumruq deyirlər. Ala gicdillah, dəmir yumruğun dəlisi Dalbayovi. Atayaymış dedi ki, tötüyə koyma, atayaymış. Mən qoca arvadam. Mən bir nəfəsə 2 saat danışıram, yibiomat. Bir dənə cümləni, onu da kitabdan oxudu, dəftərdən. Atayaymış dedik ki, çox göyən, çox veyək. Çox tabi getdi, ondan sonra başa düşmədim nə dedi. Daha bilmədim dalı nə idi, dalı nə gəldi. Dəlini Allaha qurban olum, dəliyə Allaha qurban olum mənə. Allaha şəkkim yoxdur, amma bəzən şəkk eləyirəm. Allah keçsin günahımdan. Dəliyə verib şeyi, 500 milyon mandarin oteli, cəmaat 1 kilo mandarin ala bilmir. Hamısı qalıblar indi. O kvartirant canlarına baxmayaraq, o kvartirant günlərinə baxmayaraq, yenə də oturublar deyir İlhamla irəli. Hələ ya haqqına sikir bunları, yaxşı eləyir bunlar. Hələ bunlar hələ sikilməli qəhbədirlər, əcəb eləyirlər bunlar. Allah haqqı. Mən daha özümü cırmıram, dağıtmıram. Nəyim, qabaq yadıma gəlir, gündə 5 dənə videoyla çıxırdım. İndi heç qozlamıram bunlar. Baxıb görürəm, ala bunlar özləri qəhbədir. Bunlar belə qidalanırlar. Belə yaşamaq istəyirlər, başa düşürsən? Bunlara priyatnadır belə yaşamaq. Bunlara priyatnadır, bunların arvadının dırnağı 2 metrə. Vilka, hansı məmlək, hansı ölkədə dırnaq görmüsən? Ala o boyda dırnaq olar. Vilka düzəldirlər. Tək dırnaq yox, bibi, tək dırnaq yox. Bax bu dodağı şişirdirlər yarım metr qabağı, götü verirlər yarım metr talaq. Kim üçün? Yaxşı kişinin arvadı. Real danışaq da. Amma mən məktəbdə oxuyurdum. Allah ölənlərə rəhmət eləsin. 7-ci sinifdə oxuyurdum mən. Anam toya gedirdilər. Atam indi dedi ki, aparmıram. Anam ağladı, dedi nə ola, hamı qohumlar orada olacaq. Məni də götürdü. İndi cavan idi də. Atam da gəmi kapitanı idi. Narmanski Raypiştokda anam
Uzanmaq istəyirdi. Atam gəmi kapitanı idi Kasparda. Şeyi qutarıbdı bu Odeski filialı. Özünüz bilirsiniz də o vaxtı Morskoy uçiliş var idi Azərbaycanda. Morskoy uçilişi qutarmışdı. Ondan sonra getdi Odessada paradazat elədi. Mən də burada Qafur Məmmədov qutarmışam bu Moskva akademiyanın şeydə. Ay sağ ol. O harda? Orada Qafur Məmmədov var. Yox, Azərbaycan- şeydə o sahildə var. Onu sonra Qafur Məmmədov elədilər də. indi Mənim Dəniz atam Akademiyası. qardaşım, ora Morskoy uçilişidir o vaxtı. Sovet hökumətinin vaxtında. Onu sonra elədilər Qafur Məmmədov. Əvvəl ora Morskoy uçiliş gedirdi. Hə, mənim atam özü Kasparın neçə il Kasparda işləyib. Özü əvvəlcədən plavıç eləyirdi, sonra ürəyi xəstə oldu, keçdi Kaspara. İllərlə işlədi. Hə, Hüseynov vardı, Ağdamlı qəhvə. Atama padnoşka verdi. O vaxtı Ağdamın kürdləri hamısı orada, o vaxtı o qəhvələr şeydilər onlar. Oranı okupirovat eləmişdilər. Hələ o vaxtdan okupirovat. O da ermənilər sikdi də ola buraxdı. Əcəb elədi. Hə, ona görə. O şim karoçe nə deyirdim ay Allah, birini qoyuram, o birisini atlanıram, yadımdan da çıxdı. Hə. Dedim uşaq idim mən ayol. Nə deyirdim ya? Uje baş gedib evcə. Toy deyirdiniz, toy. Hə. Anam Sağ ol sən yazıq Elvin. üzünə bir damcı pudra sürtmüşdü. Belə birazdan indi toya gedib də, cavan gəlindi. Atam götürdü onun pudrasını sındırdı, atdı untaza. Özünə də bir dənə şillə vurdu. Sayın paltar verib, götürmədi. Atam heç vaxt anamı belə toya olmalıydı da, belə idi də. Atam heç vaxt anamı toya götürmürdü. Toya. İndi toyda arvadların aparırlar, risovka eləyirlər. Döşlərin şişirdib, götlər şişirdib. toyda qız tutub aparırlar. O bunun arvadı ilə oynayır, bu onun arvadı ilə oynayır. O bunun qızına sürtür, bu onun qızına sürtür. Ala biabırçılıq deyir. Biabırçılıq deyir, toya da getmək interesli deyil. Bizə biabırçılıq yarışmağa çıxıblar, göt yarışmasına. Göt yarışmasına. Abi, indiyələr var ki, arvadlarını götürür bara aparır. Nə danışsan? Mən sana o gün dünən nə dedim? Sən orada döyürdün dünən mən danışanda burada. Buradaydım, burası kəsildi də sonra kəsildi. INS 2-3 il bundan qabaq özüm gözümlə gördüm. INS xəbərə baxdım. Demək gediblər şey olub, polis baskısı olub şeydə, Aras otelində. Bu keçmiş nədir bu Xatay banitsası ilə üzbəüz o vaxtı Aras otel vardı ya o yolda, Ramstora gedən yolda, şəhərdə. Hər. Aras otel vardı. Oranı böyüdüblər. Orada gəldilər polislər, basdılar oranı. Ərəblər zatlar vardı. Düşürdü də bu Bakı şəhər baş politə idarəsinin. Hə, basdılar, ərəblərlə basdılar. Bir hardasa bir 20-30 dənə televizor göstərdi. Qəhvələri basdılar. Akasca ər özü biri aşağıda oturub başından arvadını gözləyirmiş. Ər özü öz arvadını gətirmiş. Bu baxdı gördü ki, bunun arvadını da götürürlər. Qəhvə şivəni salır ki, mənim arvadımı hara götürürsünüz? Deyib Allah ərəbin altından çıxarmışam. Deyib sənə nə var? Arvadım tutdu aldı polislərdən. Soxun bu millətə ya işte. Allaha and olsun televizor göstərdi ya INS yəni göstərdi bunu. Sonra bir dəfə də yadınızdadısa əgər 14 il bundan qabaq INS Qubaya gedən maşın, Qubaya maşın gedirdi iş adamları ilə. Bunlar avariyaya düşürlər, parça-parça olurlar. Güya 2 dənə qızla. Sonra araşdırıblar qız parik sumkala qızların sumkaların içindən pariklər çıxıb. Mən nə bilim ayaqqabılar bu diktaban ayaqqabılar çıxıb. Mercedes tursiklər çıxıb. Ölülərin götün şey eləyiblər, ekspert göstərib ki Akasya bunlar pedux imiş, qız değilmişlər. Allaha and olsun. Həmən bu iş adamlarının ölüləri ortada qaldı kulokda. Arvad uşaq gəlmədi bunlar götürməyə. Onu da INS göstərdi. O vaxt INS göstərirdi. İndi daha icazə vermirlər göstərməyə. Sukalar bilər, icazə vermirlər belə açıq şeylər danışmağa. Hər yerdə cəmaatı susturublar. Qoymurlar danışmağa. Niyə sənə görə bağlandığı nə qədərdir? Danışanın üzə əngin basıblar. O vaxt INS var idi də, INS göstərirdi. Danışanın üzə əngin basırlar. Qoymurlar danışmağa. Bax belə. Düz, tərtəmiz. Düz söz heç nə deyənməzsən, mümkün deyil. Heç nə deyə bilməzsən. Heç nə deyənməzsən. Bu gün bu deyə, bu gün ərəblər basıb, bu gün belə fahişəlik artıb, bu gün ölkə qırğın vəziyyətindədir. Elə bilsən nətərdir? Hər şey uzaqdan başqa cür görsənir. İndi biz də danışırıq. Hansı ölkədəki fahişə çoxdur, hansı ölkədəki əxlaqsızlıq, oğurluq çoxdur, bir ki onun padşahı zülmkardır. Vəssalam, və hamısı da boşluqdan və işsizlikdən deyir. Hə, aclıqdan da əlbəttə ki, vəssalam, mövzu budur. Mənim rəhmətli nənəm deyərdi, deyirdi, qadın ac olsa ya fahişə olar, küçələrə çıxar, ya da oğru olar, ikisindən biri. Məcburdur da, gəlir görür balaları acdır, haçanacan manla kaşı yesin.
O da istəyir balalar yesin də. Məcburiyyət qarşısında insanı elə bir vəziyyətə qoydular ki, yəni insanlar bu dayağa hər yola hazırdılar. Zina da eləyir, ərini də aldadır. Hər oyundan çıxır ki, licbi qarnını doydursun. Belə bir vəziyyətə qoyurlar insanlar. Amına. Deyirə, özüm ölüm Azərbaycandan gözəl yer yoxdur. Özüdür qaqa. Sən yaxşısan. Yo. Vazelin cibindədir, vazelin. Sənin üçün də gözəl deyil. Gözəl olanlar üçün gözəldir. Sən burada yalandan belləmə. Uğraşdı bu yazın nə ilham, nə mehri var. Heç kim görmür. Allah bu qaqadır da, ayə. Bu qaqadır. Görmürsən, qaqadır bu. Mənim o kontingent üçün yaxşıdır. Bənə. Bu qaqadır da, görmürsən. Bunun vazelinin yanında İşsizlik gözəl. azalıb, öz aralarında deyir. İşsizlik 1%-ə düşüb. Dünyanın elə bir ölkəsi yoxdur, işsizlik 1%-ə düşsün. Ən demokratik Heç iş var ölkələrdə ki, belə mənim WhatsApp qrupum var idi Azərbaycanda. Mən özüm aşpaz olmuşam da, professional aşpaz, Rusiyada çox işləmişəm. Prosta Moskvada sanksiya zad oldu, iş azaldı. Mən aslanımdan Moskvada Azərbaycan restoranlarında işləyirdim, yaxşı pul qazanırdım. Mən o elə vaxt olurdu ki, 2000-3000 dollar mənim aylıq öz maaşım idi. Axşamları da yatmırdıq qızlarla. Demək, Azərbaycan yeməkləri pişirirdi. O soğuqda, Qurana and olsun. Qızlarla Azərbaycan yeməkləri pişirirdi. Plasmas qablara, dolmalar, bilmirəm, ləvənginlər, cürbəcür yeməklər, bozbaşlar, piraşkilər pişirirdik. Aparırdıq bazarda uşaqlarımıza satırdıq. Hələ oradan da qazanırdıq. Burada da işimizə də gedirdi. Yəni biz yaxşı pul qazanırdıq. Prosta bu axır zamanlarda sanksiya zad oldu. Ümumiyyətlə şeydən sonra bu pandemiyadan sonra Rusiyada da iş oldu da, azaldı, iş azaldı. Və vəziyyət də biraz xrenovo oldu. Bax orada demək mən nə deyirdim? Məndə Bakıda WhatsApp qrupum var idi. WhatsApp qrupu gəldim bir müddət Bakıda qaldım. 2023-lə 2024-25-ə yaxın. O arada qaldım Bakıda. WhatsApp qrupda başladım qızlarla danışırıq WhatsApp qrupda. Demək qəhbələr, müdürlər yazır ki, aşpaz axtarır o. Aşpaz gəlsin, 25 yaşdan yuxarı olmasın. Bir də ki, bilmirəm neçə kilodan yuxarı olmasın. Kilo ilə yaşla. Belə aşpaz olur. Orada da WhatsApp qrupda səs icazə vermirlər axı səs atmağa. Dedim ana, ay arvadı qəhbə. Bura uygulamadır, yibalni uygulama. Gicdillah burada dedim, aşpaz 25 yaşda aşpaz olar. 25 yaşda aşpaz hara, 50-60 yaşında aşpaz hara. Başa düşürsən? Bu cəmaət toylara gələndə 100 yaşında arvadları çağırırlar ki, kənd toylarında arvadlar yaxşı xor elə pişirsin. 25 yaşda aşpaz olar. Deyirəm qəhbə axtarıram özüm üçün. Götürürəm, gedib uygulamaya gir, orada gətir yanıma, qoy stolun üstünə, yidə. Başa düşürsən? Belə şeylər eləyirlər bunlar. Ona görə sonra oradan bir dənə tərtərli qız mənim üçün iş tapdı. Daxili qoşunlarda. Dedi, bibi, oranın müdürü Lənkəranlıdır, sən də Lənkəranlısan. O səni yola verər dedi. Mən özüm, o qız rak oldu, saçı zadı töküldü, ciyərləri çürüyürdü. Biz toylara da gedirdik, xeyir işə. O vaxtı 50 manatdan xeyir işlərə gedirdik. Yaslara, toylara gedirdik, pişirirdik. Toy, xeyir iş yeməkləri, xeyir işlərə gedirdik. Hə, o dedi ki, sən pastayanka iş axtarsan. Dedim, hə, xeyr işər istəmirəm, dedim, yoruluram. Pastayanla bir dənə işim olsun, səhər gedim, gəlim. Bu məni daxili qoşunlara düzəltdi. Getdim daxili qoşunlara, götürdülər məni işə. Götürdülər, başladım özlə necə, prama özümü göstərdim, necə lazımdır. Stoyka ilə qəşən ləzzətli yeməklərimi pişirdim. 3-4 gün bunlar mənim başıma fırlandılar. Müdür Lənkəranlı idi, arvadı da Bakılı idi, bunun qaynı da oradaydı. Həmən bu müdürün qaynı da oradaydı. Akassa Lənkəranlılıqla deyir, qardaş, oğraş elə oğraşdı. Demək, məndən qabaq ki, aşpaz da Şamaxlı olub qız. O qadın da atası rəhmətə gedib Şamaxıya. Bunlar da məni yalandan akassa işə götürmüşdülər 1-2 aylığına. Mənə də deməyiblər. Mənim vremenini götürmüşdü. Orada uboş arvad mənə dedi ki, bibi, sən dedi, bunlar yalandan götürüblər. O Şamaxlının dedi, anası yoxsa atası rəhmətə gedib, o ora gedib, o gələndən sonra səni çıxardacaqlar. Sonra dedim, eyb yoxdur, itoxleb. Bu da indi eləyib, işdə tapmışam. Ən azından 2 ay ac qalmaram. Qaroçi, bu günü 30 manata danışmışdım. Vermirdi, artıq vermirdi. Dedim, Allah bərəkət versin. Uşaqlar xaricdə, tək adamam da, yük olmayayım uşaqlara. Allah bərəkət versin dedim. Bu, indi sözümün məqsədi var. Bunlar mənə, bu Şamaxılı məndən 2 həftə qabaq, 1 həftə qabaq padnoslarda sotu toyuqları, o toyuğu eləyirlər, nədadır.
budları mayonezsiz zada vururlar ha, vedrələrin içinə doldururlar. Vedrələrin, yekə vedrələrin içinə doldurublar toyuqları. Mənə dedi, get onları çıxart, onları təzdən Marinavat verirlər də, marinavat elə, mayonezlə. Getdim, açdım vedrəni. Vedrə də ağ vedrədir, plasmas vedrə. Ay başıma dönüm. Vedrənin içində toyuqlar göm-göy göyərmişdi. Göm-göy göyərmişdi. Boşlar qalmışdı, boşların üstü küf bağlamışdı. Dedi, heç nə olmaz, küfü götür. Bu təzə boşu pişir, bunları da ona qarışdır. Orada bir dənə qırğın saldım mən. Ya Rəbbim, ya Rəbbim. Orada bir dənə qırğın saldım. İnandırım sən ki, cəmaat da ac oturub, heç kimdə yox deyə. Demək bir dənə qabıyan arvaddır. Zibili ona da aşıtdırır. Zibil də vedrələri bilirsən də, adam boyda vedrələrdir. Orada uşaqlar var, cavan uşaqlar, afisant uşaqlar. Çağırdım ki, ay oğlum, bu arvad bu zibili, zibil bundan hündürdür. Aparın zibili atın da, axşam bir dəfə zibil atırsınız da. Bibi, sən niyə hər şeyə qarışırsan? Gəldi arvad mənə dedi ki, bizə bunlar yemək vermirlər. Bunlar assatka yeyirdilər. Kimin qabağından nə qalırdı, söyünürdülər. Birinin qabağından bir parça ət qalanda, ya birinin sozunun qırağından biraz suyu qalanda, gəlirdilər, çörəyi bandırıb yeyirdilər. Getdim müdirə, dedim ki, sən mənim işçilərimi niyə ad saxlayırsan, qardaş? Nə olar bəyəm ki, yəni bir nimçə yemək yesən, nə olar ki, doludur, pişirirdim, qreçkasıdır, plovudur, qızartmasıdır, bozartmasıdır, suplarıdır, cürbəcür, hər şey pişirirdik də, kim nə istəyirdi, onu yiyirdi. O boyda daxili qoşunlardır, zırpı-zırpı uşaqlar. Sən bu uşaqları mənə niyə zəhərlətdirmək istəyirsən? Mən Allaha nə cavab verərəm? Ay balalarım mənim, ay qurban olum sizə. Mən onu, axı mənim əlimlə əgər mən bu köhnə yeməkləri uşaqlara versəm, bunlardan biri ölsə, mən Allaha nə cavab verərəm? Sən məni niyə günaha soxursan? Nəysə, oradan məni saxlamadılar, qovdular. Heç 1-2 həftə işləmədim, qovdular məni oradan qəhbələr, daxili qoşunlardan. Qovdular məni işdən. Pederazdılar da, pederazdılar. Yəni ki, bu milləti, eşidirsən mən bibi, bu milləti, bu dövləti konkret özəlləşdiriblər. Vəssalam. Bunlar bunu elə hesab edirlər ki, Azərbaycan dövləti bugün, ki mən ona Azərbaycan dövləti demirəm, o İlham Əliyevin dövlətidir, başa düşürsən. Elə eləyiblər ki, konkret elə bir şirkət zaddır da, konkret götürüblər özlərinə. Bunlarındır da, ha. Özdə bunlar orada yaşamır, ha. Sənə bir dənə söz deyim, məsələn, İlhamın uşaqları harada yaşayır? İlhamın qızı Rusiyada yaşayır. Yox, bibi, sənə bir dənə söz deyim, bax, qulaq as. Neçə müddət Fransaya dedilər ki, Fransa nə bilim belədir, pisdir, nətərdir, erməni zad gəldi, hay, huydir, jixuy. Gəl yadınlaşaq da. Əgər sən Fransaya pis deyirsənsə, niyə sən gəlib yeni ili Paris qülləsində qeyd edirsən? Niyə sənin Fransada mülklərin, niyə sənin Fransada milyonların, milyardların nə Fransa, nə İsveçrə, nə Almanya, nə Los Angeles. Mən adicə bir misal çəkdim də. Nə danışırsan? Bunlar konkret oğurlaşdı, başa düşürsən. Bunlar konkret fahişədən əmələ gələn bir qrupdur. Bunun o tərəfəsi yoxdur. 3 dənə götü poxlu uşaq, 3 dənə götü poxlu uşaq, Leyla Arzu bir də küçük Heydər. Azərbaycanın bütün uşaqlarının uşaq pulunu yeyib, bu bilsən nə deməkdir? Kimi də dindirirsən, deyir, BMT-nin deyir sazişinə, o gün biri var idi, dərvişdi, nəmnədir. Deyir ki, BMT sazişinə görə Azərbaycanda deyir, uşaq pulu ləğv olunub. Osman bilət. Mən Avropada yaşayıram. Burada nətər uşaq pulu var? Əlbəttə ki. Onu ATV-dən zaten eşitibdi o. Hətta bunlar hamısı hakimiyyətin küçükləridir. Bilsən, biri var ki, diasporada olasan, biri var DTX-da olasan, biri var PTX-da olasan, biri var nə bir... Anarxiyadır da, anarxiya. Anarxiya, bir samballı bir gəda olasan. Biri də var ki, səndən heç bir dövlət orqanlarının xəbəri yoxdur. Ay bədbax, nəyə gəlib burada trolluq eləyirsən? Güya sənin çıxışı İlham görüb sahibi 4 manat pul göndərəcək. Mən demişəm, mən Vanqayam, Azərbaycanın Vanqası. Azərbaycanlara Makintoşu birdən yanacaq. Yaxşı, indi mən Azərbaycanın Vanqasına bir dənə söz demək istəyirəm. Mən də Paz TV-yəm da, Süleyman Süleymanlı. Yəni ki, bu hakimiyyətə paz qoyan ən birincilərdənik də biz. Nəysə. Mən yalan deməyim. Mən 3 il başladım. Mən olan deyirəm. 17-ci ildən Manaf, mən, Orxan 18-dən sonra Qabil gəldi, sonra birisi gəldi. Nəysə, mövzu bu deyil. Mövzu bugün reallıqdır. Mən diaqnoz qoymuşam və bunu da Paz TV YouTube kanalında təbliğatını aparıram. 26 sentyabrda bu hakimiyyət çökür. Bu mənim belə bir
uzaq görənliyimə yazın da. Yəni səhv də olsa da mən nətər eləyim indi də indi. Üzr istəyirəm də. Tez olacaq. Fasilə tez olacaq. Baxarsan bu yaxında Allah çox ağzından eşitsin bir çox pis şeylər olacaq. bu Amma mən 26 rəqəmə bax ha. 26 okey. Bunu dəyərləndirmək lazımdır. Manav yazın bir yerə kanal. Amerika düyməni 26 basıb. 26 Yox, tez olacaq. 26. Sən qulaq as. Sən baxmırsan televizora. Xəbərlərə. Hə baxmayım mən Xəbərin televizor yoxdur. lazımdır. İran qalxdı. Fahişəli. Ha İran bilirəm. Onu İran bilirəm. oğlu, TV-dən bu- görürəm. Ha. Padşahın oğlu Yox, qaldı. Farsı Adı bəyənmirdi. nədir onun? İllərdir Farsı bəyənmirdi. Fars bu gün dağıdır İranı. Ay, Sən yolumuz Biden yoludur. Yolumuz bildin? Biden yolu. Bibi, Qulaq sən as da, bildin mən baxım, İranda, fəhləvi İranda, qalxır, İranda fəhləvi, Azərbaycanlılar ki var. Yox, bir dənə deyəndə qoy mən qutam sorsan. Bibi, növbəni də qadan alın başqa qoymusan. Bibi, sən gördün İrandakı bizim türk deyək, Azərbaycanlılar deyək, nə çıxış elədilər? Hə? Biz dövlətə qarşı deyilik. Orada da paskudalığımızı bildirdik, Allah'ın olsun. Biz nəmliyinə elə dağdan farslar deyək, bəyənmədiyimiz farslar. Bəyənmədiyimiz fars belə eləyir. Bəyənmədiyimiz erməni, bəyənmədiyimiz yox, bəyənmədikləri. Erməni inqilab elədi. Allahın xaxolu Ukraynada qırğın gedir. Məni niyə bəyənmirsən ki? Bir dənə Mən yox, deyirəm bəyənmədikləri, Mən bəyənmədikləri. çıxaq bir dənə erməninin petxun göstər sosial mediada. Mən Mən görməmişəm. Mən görməmişəm. Çıxardım mənə bir dənə erməninin Mən petxun görməmişəm. göstərir. Görən mənə göndər. Onlar baboşu paylaşıb bir laf edir. Bizdən laf edirlər. Nə danışırsan? Sən petrol Evinə qoy gətir, qırağa. 800 manat pul verib, Sən qazını qayırıb. petrol qoy qırağa bibi. Sən mənə erməninin bir dənə qazisini göstər ki, özün yandırdı və dövlət ona pul vermədi. Bunu göstərsin. Hələ yandırmağa cəhənnəmə səhifəsində pul yığırlar, Petuxların Gələ. səhifəsində. Aysa O səhifəsində qazilər, şəhid anaları pul yığırlar. Qaziyə pul yığırlar ki, öl millət, öl demə bu deyə. Öl. Mən sənə nə deyirəm? Baboşun Bəli, səhifəsində, düz. Timanın səhifəsində, sonra o birisi nədir o cücənin səhifəsində, Petuxların səhifəsində qazilər pul dilənirlər. Sən nə danışırsan? Qazilər bu dəqiqə itlərə işləyir Petuxlarla bir yerdə. Gələ. Bir dənə söyürsən, mənim özümü itxanaya çağırdılar, Petuxları söyüdüm, Lənkəranda idim. 37-ci bölmə mənə zəng elədi ki, ay başı gəl filan dedi. Mənə gəl siktir ala gizlillah, Petuxa statya var. Gəlirsən sən? Petuxa statya var. Nə danışırsan sən? Petuxa görə mənə Petuxlar şikayət eləmişdilər. Sən ki 5-6 dənə belə qeyrətli qadın olsa Azərbaycanda, Harda var, and sən? Allah. Yoxdur, Allah nə yoxdur. qeyrət. Mən orada biraz da qalsaydım, mən də Petux olardım. Ha? Sən nə danışırsan? Oğraş deyirəm. Bir götüm qaşınırdı uca yavaş-yavaş. Çıxarıb mehriban üstünə çiliyərdim. Ha, götüm qaşınırdı, arada bir dar zat sürtürdüm ki, qoy qaşınmasın. Bir dar Yaman deyil, bir məndə qalsın. qaşınmasın. Oğraş yalan diye. Biraz da orada qalsaydım, bir götümə üzə işləyirdim mən də orada. Hoşuma. Ha. Allah Ay, nə vaxtdan idi belə işdən gülmürdüm hə. Allah. Baboşun daşlarına susma. İmanın daşlarına susma. Baboşdan irəli bülət. Ama baboş palajenic diye. Baboş şimdi palajeniye bakır orada. Vəziyyətə baxır baboş. Uğraş yalan diyen baboş. Bəhtərin onları silib çıxarıb Amerikada işgədə. Onlara bəş eləyibdi. Bibi, ay bibi, burada Rauf yazıb ki, bibi, mən apar öz yanıma yoxsa Petux olacam. Can balacan bilirəm nə səkirsən. Mən o his keçirmişəm. Yerdən uzanırdım deyirdim ay Allah mən ne yiyeyim gedim mən də verim götürür bir dəfə heç də görməzlər bir o gizlin zat kolun dibində zadında. Gedim bəlkə görmədilər. Hala bir abırsılıq diye, uğraş diye yalan diye. Kişiler hamısı diye anıp dizi üstə bir-birini götün qayırır. Ücə arvatların qayıran yox diye. Hamısı bir-birini götün qayırırlar zakazla. Baba kızları çağırırdılar, ərsiz arvatları. İndi ücə arvatlar şişirdib orasın burasın, gene de ola ücə tamah salan yoxdur. İndi kişi ilə yaşayır ücə. Söktardı, pizdir. Hədə Allah şükür mod saldı Bayram Nurlu ilə. Ha. Allah şükür özümün de səs eləmə. Bir də mayka zakaz vermişəm. Nəvəmə dedim nənə dedim mayka zakaz vermişəm. Üstündə də Allah şükürün şəkli. Bir də ləzzətli oynayacağam Allah şükürün şəkli ilə. Bir özümündür. Leyla da mənimdir. Ay bu bibi maşallah canavardır. Mən neyim yazıq bir daha Dünən- başı çəkir. Neynəsi, gör indi nə əziyyətlər Dünən- çəkib deyil mi? Dünən bibinlə danışdıq, reski efir bağlandı. Orxan, Ha doğrudan nə oldu dünəndə? Mən elə bildim valla vurdular. dedi, Orxan bilmirəm yatmışdı, yoxsa şey oldu.
Gördüm o Mən efir orada getdi. dünən dedim, əlbət çox söyüş söydüm, vurdular, səhifəni vurdular. Elə başa düşdüm mən. Sonra sevindim. Nə desən, bu Mən uğraşların önündən hər zor getdi, uğraşlar 100 gəlir. minlik, 50 minlik, nə bilim 30 minlik uğraşlar vururlar. Bax indi bax bu səhifənin təzədir bu özüm. Mən öz zəhmətimlə, öz videomla səhifələrim qalxır. İndi burada da bir dənə dünən uşaqların videosunu paylaşdım da, əl işləri uşaqlarımın. O video getmədi. Yəqin gənə bunu da şey Deməli, manafda bir 30-uncudur, neçəncidir TikTokda açıb. 30-3 il içində bəlkə 3 il. Məndə də 10 neçənci də məndədir. Başlamışam. Mən TikToka... İnandırım bir sənə, bəlkə 100 dənə səhifəm gedib. Ya, mövzu deyil. Mən TikToka çox önəm vermirəm. TikTok o qədər qəhbəxanadır ki, bu TikTokun yiyəsinin əlinə verim mən. TikTokda bir balaca siyasətdən danışan kimi elə bir kimisə cibinə işləyirsən. Oradan tez 2-3 min verirlər, bağlatdırırlar. Ona görə mən bacardığım Zındır platformadır. Hə, çox cındır. Adına bax, TikTok. TikTok. Bacardığım qədər Kuş, saxlayırsan. Mehri, kuş, kuş, Mehri. Sındırları kazetləyirik də. Başqa çarə yoxdur. Hər kəsin bir qənimi var da. Məni görməyə gözləri yoxdur petuqlar. Mənim üçün biri deyir dəlidir, biri deyir qəhbədir. Söygürlər məni belə, pirasmandovkalar belə. Amma sənə yapışmır, bibi. Sənə yapışmır o. Allah əlbəttə yapışmır. Mən Allah Qəşəng yapışmır. Qabaqda olan adama mən qəhbəli daldakı eləsəm inanmazlar. Allah haqqı. Uğraşdı. Gelip gizlim blokta zatta verirsem geri de diyorlar yok ala bu oldu. Bibi. Abi sen Allah bəyəla deyirsən ki bu restoran müdürü Cavan Power falan hatta Allah'ın olsun. Bax biz adi Lənkərandan götürək. Biz Lənkərana gedəndə bilmirəm o arvad yaşayır yoxsa qalır. Fatma ilə var idi. Gedib onun ləvəngisini yedik biz. Ha bəs nə bizim arvadlarımız qəşəng arvadlarımız var bizim. Quranın imenli onun ləvəngisindən yeməyə gedirdik biz. Ay başva dönüm Elvin, mənim babam Lənkəran Astara masallını qəhbəxana elədilər. Bu dəqiqə oranı stanok eləyib paşa evlədilər. Onların var Allah yox. bəlalarını versin. Oranı da qəhbəxana elədilər. O plyajlarda otellər tikiblər. Mənim yadıma gəlir bibi. Mənim yadıma gəlir Astaradan İrana gedəndə, yaxud ki İrandan Astarasından gəlib keçəndə. Astarada avtovağzalının yanında həmişə qış ayları zad olanda bu aralarda baylar. Bir dənə bazar var. Düz avtovağzalının böyründədir. Girərdi ora indi olmasın. Sənin anana soxum İlham Əliyə bizi belə didərgin saldın. Allahın mandarininə belə həsrət qaldıq var yoxuna lənət. Girirdik bazardan mandarini alırdıq qaqa, manaf eşidirsən. Ne? Sigaret. Qəpik quruşa. Mandari sigaret nə də? Ne? Der sigaret. Der yandırır. Önceden der yandırırlar. Der ne? Mandarinin qabığını açırdın. 100 metre o tərəfdən vururdu. Tizaret merkezden yandırırlar. Der ne? Sigaret. Yox, real mandarin, həqqi mandarin. Ay, uğraşdım mandarinin ağzını açırdım, bu ağzını açırdım. 50 metre o tərəfdə iyi vururdu. Yeminlə, otur avtobusa Bakı Mehriban xarab. gəlibdi o şeydə bu adı nədir? Ərçivanın yuxarı dağ tərəfində bir dənə Mikidə villa tikib. O gün çıxmışam videoda deyirəm, ay Mehriban evimiz eşiyimiz yoxdur. Sən gəlib onsuz da orada yaşamırsan ki, ver orada axrannik işləyək, ver villanı. Biz oturaq orada axrannik. Gözdə bir gözdə saat takibatım, sənin videolarını buradan götürüb qoyacağım YouTube'a, deyən görüm. Götür qoy, qurban olsun. Tas TV-yə dağıtsın belə ortalıq. Orxan qoyur arada, Orxan videosunu yaymış. Orxan belə oğrudur da belə bizdən xəbərsiz oğru. Yox, Orxan qoymuşdu. Bir arada məhər olsun. Mən hər gün verirəm, bir iki dənə Bilirəm, Bir arada bilirəm. məni axtarırdılar. Orxana dedim, Orxan sil davay hamısını sil ginən sonra. Amma məndə belə bir xəstəlik var ha, mən qoydum silmirəm ha, bibi, mən qoydum 20 silmirəm. dəyişəndən sonra, yox 20 dəyişəndən sonra Orxana dedim bas getsin. Hə, axtarırdılar məni qəhbələr belə. Orxan, bu kimdir? Rauf deyir məni qoş. Qoşulmaq istəyəni qoş günü. Rauf deyir məni Rauf qoş. da oldu. Ha, bu Rauf bayaqçı deyir bibi, məni çıxart yoxsa petuq olacağım. Ay belə. Orxan bunu qoş yoxsa petuq olacaq. Mülayit ol. Qaldırdım da, qaldırdım. Mən elə bibin Yəni videosunu qoy kaskanı geyək sonra. Bibin videosunu yükləyirəm siz danışa şəkildə. Qoy kaskan geyinim sonra qaldır. Oğrudur va belə. Buradan bura iki daşın arasında iki dənə daşı belə qoyur va belə. Başlayır onun arasında götürüb kanala belə.
Zındırıq eləmə də atma, mən də yüklüyüm. Mən üçün xoşdur. Mən üçün xoşdur. Kim nə deyirdirsə, mən sözümü deyən adam. Mən qozlamıram heç kəsi. Mənim qorxuyuma da deyil. Kim nə deyirdirsə, zaten mən Şey belə, bibi. götü var. Mən kimi üzünü göstərsin, vapervıq. Vaxtarıq mən kimi gəlsin, belə sözünü mənə desin. Göt kimi fake səhifələrlə, mən hələ minə boxuyum belə. Fake səhifələrlə, elə biləm aşağıda it gəzir o yüzden. Yəni. Qeyrəti varsa, çıxsın belə qəşəng üzbəyüz. Mən aşıpqamı, qreximi, Bibi, qabaqda gedən adamın həmişə arxasınca danışarlar. Bana çox illər. Əlbəttə. Özüdür qaqa, bax, özüdür qaqa. Eşidirsənmi? O Əli Nağıyev var ya, atan. Onun arvadı Nahidən ağzına verim. Əli Nağıyevin arvadı Nahidən Yaxşı, ağzına bircə verim. də qulaq as Mehriban sözlə. Əliyevanın dilinin üstünə qutarım. Mehriban Mən də. Əliyevanın dilinin üstünə Təz qutarım. açmısan TikTok'un gicdə. Mən də. Dəli Leylanın o dəli ağzına verim. Dəli ağzına soxun Dəli Leylanın. Bir dənə söz deyim də, bu Emin Əmrullayev idi də, bu Təhsil Nazirliyi. Nə qəşəng. Əmən hə, O nə fonlardı? O nə fonlardı? Əmən Ollayevdir, Əmən. Mənim orada videom var, Təhsil Nazirliyindən. Onu düzəldir də, onu düzəldir. Onu düzəldir, bir palit eləmə, onu düzəldir. Ay sənmiş. Ay Videom sənmiş. var mənim orada. Onu düzəldir altdan. görərsən o Emin Əmrullayevin 9 oxuyan bahisi yoxdur. Mənim videolarım var, Niyə müəllimlər Emin ağlayır 9-da deyə o olsun, videoya Elvin? baxanda. Hə? Bir sənə qarğış edirdilər mənim o videomdan sonra. Bütün Azərbaycan müəllimləri hönkür-hönkür ağlayırdılar. Biri 9 yaxşıdır da söyle. Bir sən nə qədər dua elədilər mənə o videoya görə. Deməli Tərtər rayonunda 7-ci sinifin bir dənə qız mənə video göndəriblər. Açın Sara Safranın səhifəsində görərsiniz. Mən onu paylaşa bilmirəm. Mən paylaşanda vururlar səhifəmi, videomu vururlar. Mən YouTube'a Sara bırak Safra var. vurmasınlar. Bakılı qızıdır. Sara Safra qadındır. Mənə yaşlı bir 60 yaşı olar. Onun səhifəsini açın, baxın. Demək Tərtər rayonunda 7-ci sinif balaca qız, 7-ci sinif tələbəsi, bir də 4 dənə oğlan, bir də müəllim. Bunlar şey eləyiblər, adı nədir onun? Məktəb sinifi bağlayıblar qapını, seks video çəkiblər, porno. Həmən o videonu Sara Safra paylaşaraq cəmaata göstərdi. Mən göstərə bilmədim, mənimkini vurdular, mənim videomu vurdular. Səhifəm üzrə laxlayır. Bax o Sara Safrada. Hə, demək. O videoda Mehriban da burada Lukashenko ilə çəkib də bir Berlində. Qaqa bu kimdir? Bura, bu nəmişdi, hə? Bunun o gün ad günü oldu. Orxan, səndə var? Ad günü mən paylaşmışdım, ha. Bunu tanırsan, bibi. Bir də onu göstər. Bu təzə Petuqdur. Petuqdur. Təzədir. Sən mən bir dənə oynayırdım. İstirdim deyə bunu mən düzəldim də. Bir dənə o videomu göstər mənim. Onların ad günündə oynayırdım, saqqal qoymuşdum. Bibi, Bir də onu Petuq. göstər. Nəmişin ad günündə 27 dənə Petuq. Bax, kod ver. Yox, alıblar səsini, nə xod verir. Sən mahnı qoymusan bura. Çoxdan vurublar bu videoyu, xəbərin yoxdur. Bax, bu mənəm. Görsən, bax, bu Petuq. Amma məndə eşidilir axı səsi. Özünə eşidirsən də, qıraq Sən eşidir. özün eşidirsən, qıraq eşidir. Mən deyirəm axı səhifəm niyə O belədir. Petuq idi, elə döşüz əməlli başdı. Nə qış öpüm. 27 dənə Petuq, demək banketi bağlayıblar restoranı Bərdədə. Bərdənin qəhvə şeyi hara baxır icra hakimi, Sovskalar, hara baxır? Onun körpəsi də su. Bərdənin polis rəisi. Vidadi Sayevdir o. Hara baxırsınız? Hə, Praşmandovkalar, biri bir dənə söyüş söyəndə xuliqanstvo ilə 15 sutka verirsiniz. Götlər şey bağlayıb, restoran bağlayıb götlər. Söhbət Bərdədə olub, hə, bibi? Hə? Belə, tema Bərdədə olub, hə? Bərdədə, hə, Bərdədə. Bərdənin icra başçısının dadı ilə qucağıma almışam ki, Pas TV-də. Vidadi Sayevdir o. Bərdə dəhşətdir. Bu dəqiqə Bərdədə bir səndən. Bərdə bir dəqiqə Petuq şey istehsal eləyir. Okay, Qurana and olsun. Bərdə bu dəqiqə Petuq istehsal eləyir. O icra başçısı. Süleyman Vidadi Sayevdir onun başçısı. Bilmirəm ki, baş elə deyirsən gömək eləməli uzadım. Hardan bilim? İtlər, hə, İsayev. Orada itlərə işləyirlər Petuqlar. Hünəri var, biri geçsin bir dənə söz düşsün. Basırlar orada, döyürlər, bıraxırlar. Yadıma gəlmir, Süleyman Timo mənə söymüşdü. Vidadini qoydum belə, dedim sən qızılı belə, arvadı belə. Timanı apardılar, 3 gün barmağın zadını sındırdılar, gətirdilər. Yadıma gəlir, həmən temin. Da, aydındır. Dadı ilə ki, çörək. Okey. Ay sağ ol. Amma başqa cür baxıram da hər şeyə. Все okey. Kökə. O videomu mən sənə göndərərəm. Pas TV deyəm, mən sənə bir dənə takip atım. Bibi, onu at ki, mənə takip, onu at ki, orada mənə şeyə.
Manaf, mənim, sənin məndə bir dənə var idi. Manaf ölü, manaf ölü bağlayanı yoxdur. Yo, məndə var idi. Bax, Hamısını vırıblar, yoxdur. Manaf nə gəzir? Bizim hamımızı vırırlar, bibi. Manafın bir TikTok'u dənə qoymurlar böyük ki. səhifəsi var idi məndə. Yoxdur, O getdi hamısı, Ha, hamısı o getdi. getdi. Hamısı gedib. Mənim özümün pozitivim vardı 88 minlik. Hanı yoxdur, getdi. Getdi 52 min. Ha, bu TikTok qəhvəxana. Ha, Getsin qəhvəxana də. Əsas məsələ biz Getsin də. Bir həftə də açmışam 8 mindir. Getsin də, cəhənnəmə getsin. Allah haqqı pozitivi. Vallahi. Bax, sıfırla çıxım, sıfırla. Sıfırla bir dənə video ilə. TikTok mənim rojamı da tanıyır, səsimi də tanıyır. Düzdür, doğrudur. Düzdür, Səhər doğrudur. durub görürəm 20 min, 30 min olub. Ona görə ki, mən nə edirəm? Mən burada canlı açmıram ki, şey eləsinlər. Hədiyyə Bibi, atsınlar. o 13 yaşlı qızı harda zorlayıblar Bakıda? Tərtərdə. Okey, o tema Yox, tərtərdə yox, diyan. Orada mən demişəm də, bax, orada videoda demişəm hansı rayonda. 10 dəqiqə danışmısan, 10 dəqiqə oturub burada. Orxan, Tərtərdədir, hə, tərtərdə. səndən əl çəkmərəm də. Qısa mənə bir dənə çot qatırsan, qaqan da qoy. Ay şirkət Yo, pox ya. get bibinin səhifəsindən götür. Ha, bibinin səhifəsini mən takip atmışam da oturub. Bilirsən kim zorlayıb? Pozitiv. Ha, buyurun. Repetitorun əri. Müəllimin əri. O ölkədə nələr baş verir Nə ki? danışır manaf tema? Müəllimin əri, hə, qızı. Sonra qız qaçıb o xalası qızı ilə qaçıblar anasına Çörəkdir, deyib. Quran Buna haqqı şikayət çörəkdir. veriblər. Polislər bunu tutub həmən müəllimin ərini 16 il iş veriblər. Bir şey gedib deyib ki, müəllimin də arvadı, demək müəllimə qəhvəyə baxsan. Mənim elə ərim olsa onun daşağından asaram mən. Müəllimə də gedib yalvarıb ki, şikayəti geri götürün. Представляешь? Füsü, bunu sabah onu sevdiyəm mən, bunu bir də araşdırım. Sən mənim videolarıma bax, sən şok Ulas, olarsan. bu hansı rayonda o baş verib belə? Bu deyəsən tərtərdə olub. Orada Gözəl, yadımdan Tərtər, çıxıb başım Tərtər. gedib. Bilirsən, Adam o qədər icra- şeylər var ki. Ha, mən yenə başlayayım da onun icra başçılarına. Mən bir ara kampaniya başlamışdım 2 il bundan qabaq. Tərtərdə, hə, 100%. Mən başlayım ancaq icra başçılarına. Tərtərdə, hə. Yəni, okey. Əla, gözəl. Bunlar mələk. Başda müstəqim Məmmədovdan üz aşağı. O Şərtlə Yevlaxdaydı da müstəqim yoxsa? Yox, tərtərdədir. Tərtərdə. Tərtərin o tərtər işgəncə çəkənlərin meydin. Tərtər icra başçısı müstəqimdir. Müstəqim Məmmədovdur. Oo, müstəqimi da denən ki aldım quzu. Onu müstəqil elə, sülüm, müstəqil eləmək Onu lazım. müstəqil eləyəcəm. Qaqa mən də elə bir çörək alırdım da. Po, mənə niyə demirsən? Məndə bir sən nə videolar var idi. Sən nə videolarını bunlara uğraşdan. Ölkədə bu qədər peysəllik olur. Ölkənin yəsi Manaf, yoxdur ki. Allah haqqı heç kimi lazım deyil. Bibi ilə əlaqəyə keçsən məlumatları çaqqaçaraq. Ölkənin sülü yəsi yoxdur. Yaşaq qoyursan. Bakıdan gəlir, Ay, Lənkərandan bəhanı bu gəlir. ölkənin DTX-ı, Yox, polisi, qulaq as, hanı? qulaq as, nə dedik? Allah TTX Musanı oğruyublar. Elvini TTX oğruyublar. Oğruyub aparıblar. Nə TTX? Ha, baxdım orada məsələni bildim mən. Öyrəndim özü. TTX'lar TTX'lara işləyirlər. Orxan özü də dəqiqdir ya, bildin sən Elvin temasını. Mən səndən danışanmadım belə Elvini TTX oğruyub da şeydən canlıda Musanı. görüş. Elvin doğrudan götürüblər, ha, bildin sən. Elvini Nə gətirib var, nə birisi? gətirdilər qoydular yerdə. Bilirəm, Elvinlə qoydular, bir yəni yerdə götürmüş, bizim- doğrudan götürmüşdülər. Mən elə bildim, elə bildim. Elvin kimdir? Elvin Sayıb. YouTube'da çıxdım, burada çıxdım. Hay-huyla, qışqırmaqla. Manaf, eşitdim. ay manaf, osunu busunu yalandan boş-boş adamları canlıya çıxartmaqla deyil. Bir də bibi ilə sviyaz yarat, çıx ki, bibini çıxart canlıya. Nələri var qoysun çırpaqlığından. Ay, Amma Allah mənə Azərbaycandan bütün informasiyalar gəlir. Kim neçədə sıçır, kim neçədə dombalır. Hamısını mən görürəm. Vallahi. Oğraş yalanlayam. Mənim burada səndə qızlarım var. Cindilər, cin. Mənim orada qızlarım cin Böyle kimi bir işləyir. mafya yaradırıq, vəssalam. Allah haqqı. Mənim qızlarım orada cin kimidir. Bir də görürəm səhər-səhər duran WhatsApp doludur. Nələr göndərirlər mənə. Birlik bu deyim manaf, bax birlik belə olur. Deyir cin kimi qızlarım var. Sənin Bibi, heç bir dənə götpoxlu Təzə gədən var Bakıda. yaratdığım o billiyə sənin də adı yazdım. Yox, sənin manaf götpoxlu bir Lan gədən basıla var. dönərəm. Allah sizi xətə baladan saxlasın. Allaha and verirəm oğuzlarına. Sizin belə başınızdan bir dənə tükəçki olmasın. Sizə gələn dərd, bəla, sizə gələn ailəvizə gələn dərd, bəla, onların bəlalarına geçsin, onların nəslinə geçsin. Ya Rəbbim, ya Rasulullah, ya səhərin sahibi. Mehriban ilhama getsin. İdarə eləyən bu qəhvə, bu iri buynuzlu qəhbələr, bu anası qəhbələr, Abu Hasan, Pravitel Qulabada Abu Hasan bilək. Allah, bunları bir dəfəliyə yer üzündən silgilir. Qoy cəmaatımızın Mən götürdüyümü götürdüm. Bax, bugünkü bu gecəki bu söhbətdən
icra başçılarının əsasla Bərdə ilə Tərtəri mən götürürəm və ümumiyyət icra başçılarına yeni kampaniya Mənimki şeydir, başlayır. masallı Lənkəran aslara, kürdizm, sikirəm onları, saatda 250 lira. Oğlaş yalan deyə. Qəzənfərdir, Kürd Qəzənfər, Kürd Arazdır, masallı Lənkəran aslara. Qayırıram onları gecə gündüz. Mən əlimdən beziblər, onlar məni axtarırlar bu dəqiqə, bilsən necə? Şişirlər məndən ötürü, hamilə arvad kimi. O hamilə arvadlar turşu axtarır, onlar da məni axtarır. Yerikləyən arvadlar kimi. Eybi yoxdur, Allah böyüdür, baxma yine sən. Mehribanla ilhamına bak gayrən tapılacaq. Vermə. Oğlar mənli idi. Düzələr, qurban Allaha, Ha, düzələr. İlham üzə ölü be, sən nə danışırsan? Ha, İlham var, İlhamın vaxtı İlham üzə, keçir. sən elə bilsə İlham İlhama bırak. qoz qoyan var. Ha, İlham yox, yox. üzə, Mehriban, Paşayevlər bu da. Mən- İlhama deyir, Fatı dur, Fatı otur. Mən bir Fatı də dur, mən bir dənə deyirəm də İlham Ramiz Mehdiyevlə, bəylərlə, nə bilim o birisilə Vasif Talibova, bunlarla da çıxdı getdi. İlhamın dövrü qurtardı qardaş. Uşaq o İlhamın ölü be. dövrü O düşüyor. üzə elə belə iqruşka kimi, Ölkəni- çuçula kimi. Ölkəni Altay Həsənovda idarə edən. Vəssalam. Valla o bilsənlərdir. Siz elə bilirsiniz İlham idarə edir. O çuçuladır. Onu elə belə otuzdurublar orada çuçula kimi. Elə belə. Kim nədir? O provinsiyalar başqa adamlardır. Orada o Özüm eləm, Əsasən ölkəni- Paşayevlərdir bu dəqiqə. Əsasən bu Ancaq dəqiqə. Altay Həsənovda. Qanı gəlir. Bu dəqiqə Lənkəranın masalının astaranın aktiv Katanini qaldırır yuxarı. 16 dədə baba evindən qovurlar. Katan kimdi yola? Bu deyə burada yazıb deyir orada da çürüyüb öləcəksiniz. Gülür zad. Kaldır yuxarı Və görür. gəl mənim bu amcığımı ye, göt balası gör. Hə. Ya yapışdırım üzvə, göt balası gör. Kim var yox mu? Palto ilə sikişirsən, qazuğu da kəsiblər. Dolabı giyir, gün dolabı. Palto ilə sikişirsiniz, minirsiniz bir-birinizə. Külü qoyun başına. Mən evdə turistiklə gəzirəm, dalba yox. Külü qoyum sənin başına. Bir də qatı atılmamış sözlər var. Mən Aç bizdə də badımcan deyir. yeməkdən həm badımcanı yeyir, həm də birini saxlayır ki, siki durmayanda yağlayıb arvadın götünü itələsin. Arada arvadın buna da bir girən bir şey var. Hər şeydə badımcanı istifadə edirsiniz. Yeməkdə də badımcanla işləyirsiniz, yeyəndə də. O daha bir şey bədbəxt göt verəndə. Bir gün burada yaşılbaş ördəyin ləvənginin yeri, dalba yoblar. Baş ördəyim. Kələf, bibi. Kələf. Hə. Abi Ha, sən bir demişdin. də belə qrup yaradın YouTube-da çıxağında belə bu formada. Sabah bu canlı yayın gedəcək də. Qoy Göt günah balası, sabah Katani, qoy yox, günah. kimin başı bile Katani. Sen katoksan, he katok. Bu moderatorlar hardadır? Moderatorlar bu uğraşı niyə siktir eləmirlər belə Ala- görə? Oxuyur ala bunu Ala arvadını qoyas. siksinler. Qəhvə Katani. balası qəhvə. Qucaqla Mehribani. Ha qoy yazsın hakimiyyət. Ala yazsın da o götünə qoyun mən. Girdullah yox bunu Yəni bile. haqqı deyəndə belə. Hələ dili də var. Qazı kəsib, qazı verir erməniyə besplatla. Bunlara da şəpliyir dibinəcən. Suyu Gün getdi kəsib. də, suyu kəsib. gün neçə dənə qatar getdi Sonra Ermənistan. bir-birinin götünü yalayırlar ki, götləri səhərə təmiz qalsın. Dalba yoblar bilər. Kağız da ala bilmirsiniz göt silməyə. Suyumuz yox, işığımız yox, qazımız yox. Əti 22 manata dana əti, 27 manata 22 Şaqqıldak bağlaya gəzirlər 27 manat qoyun əti, 32 manat da quzu əti. Quzunun heç daşşağı da sizə çatmır. Dalba yoblar. Acından ölürsünüz. Vicdan lağlar. Yiyirlər quzunun daşşağından, daşşaqlayırlar sizi bilər. Daşşağa can basırlar sizə, dalba yoblar bilər. Heç olmasa danışmayın. Kül qoyun başınıza. Bizə daşşağa can gedirlər. Qabaq tuşlayırdılar. Əvvəl tuşlayırdılar. Sonra yarıya can soxdular. Sonra dibinəcə indi daşşağına can gedir sizə, dalba yoblar. Yenə də səsiniz çıxmır. İndi şariklərdə soxur ağzına salır, şariklər. İlhamla irəli. Vicdanlarlar bilər. Gəl mənim üçün qeyrətli gedir. Allah bilə arvadı hansı Hindusun altında deyə. Yaxşıdır, bu deyəsən qarnı Oteldə ərəbin mıxın əmir. Allah bilir hansı Hindusun altında da arvadı, göt balası gör. Elə gəlir danışır. Feyqlə niyə gəlmirsən? Götün var, gəl çıx yuxarıda. Ay arvadı bu buradakılar. Zezə deyir kres tutmuşam. Götün var, gəl çıx yuxarıya, gəl sözlüdür də, dalba yox bilər. Sən Yəni. söyüşün kralın söyərəm, pidaraz yox bunu bilər. Твою маму ебали, блядь, гандон вонючий, презерватив, блядь. Abi bir də petat sözlər var. Mən Meysana deyərəm, amma mən heç bu qədər söz bilmirdim. Oy bu nə dala. Palto teması bomba getdi ya. Dir palto ilə. Oy
Deyirəm də, paltoyla yatırlar. Sözün Mənim mənası var, Biz bir paltoyla yatırıq deyir, soğuqdur deyir. Mən xoşlayıram belə sözləri. Sən sözün sonra mənasına gedirsən ki, doğrudan da sözün mənası var bildin. Bir dənə təsəvvür elə paltoyla. Paltoyla sikişirlər. Hala bu konkret tema diye bunun o tarafa sözü yok diye qaqaş. Ay bu nədir? Hələ bibidə bu Gülü yüngül qoyun sözlər. başına, gicdillah bilər, kanitersən nəs kimin başısa. Bayram nurunda Eyfel Gülləsində Nazirin oğlu ilə sikişir. Sənin arvadı ərəb çaldırır kül başımıza. Hələ bir dilimiz də var bilər. Bayram nurunun götünün baxtını Allah sizə versin. Bayramın sağ əli sizin başınıza. Bayramın götü qədər bəxtiniz yoxdur. Kül sizin başınıza, kişi O başınıza. bayramın götü qədər hörməti yoxdur bilər. Andola Allah'a, bu konkret zamanlıq terapisi idi də. Hə. Ya bu Vallahi. zamanlıq terapisidir. Şimdi gedin dindir, rahat yatın, zamanlaşın Nişan bile. üzüyü ala bilmirsiniz qız nişanlamağa. Hələ diliniz də var. Bir dənə üzük ala bilmirsiniz ki, qıza nişan verəsiniz. Telefondan arvad alırsınız belə, telefondan. Evlilik proqramı. Kim sikişmək istəyir, gəlsin. Bir gecəsi Madenin mavi gecələri. Xanımın adı Ceneva, şəhrin adı Ceneva. Üzük ala bilmirsiniz, arvadlar, qız almaq üçün qızıl ala bilmirsiniz. Gəldi qadın aparırdılar. Paltarla 5 Aparırdı ona, nişan bazarı eləyirdi, xonçalar düzəldirdi. Allah, telefonda sikişirsiniz, online seks bilet. Sikim var yoxunuzu bilet. Online seks, virtualni yibalniklər, göt verənlər bilər. Online sikişirsiniz, o bana deyir, sürt ağzıma. Bu da şeyini sürtür telefonda bunun ağzına. Ay Sonra böyle, ala bu ne ala Biz bu. çok danışmaya qırğın düşəcəkdik. Bu ne işisinde böyle. Bibi sen orada danışsan məni isti basır. Mən Bibi Qarabağ, kızışmış dedi de. mən Qarabağlıyam. Mənim qanım başqadır. Sən danışsan. Allah Bibi'de pozalar var. Sen ne danışırsan? Bibi bunları eldir kazlıyor. Ne danışırsan? Mən də vəziyyət ayrısızdır, nəyə görə? Ha. Hoş gelmişsin Rauf İskender. Ay bibi salam, bibi ne dersen? Sağ ol, sağ ol. Bibi Allah bunu yaxşı. apar. Bax bu idi yazırdı mən apar yoksa Petuk olarsa. Salam kabul ne dersin? Ne var? Salam verin, salam Salam, salam qardaş. Abi bayaqdan üzdən idaqlardan danışırsan. Bu nətər olar, necə olar? Bu nədəndir belə bizdə belə çoxalır? Ne bileyim vallahi yeri bunların nana kısıkım. Ne diyeyim ben? Nəmək sigu, mıtını piden. Tımını Nana piden. kısıkım ben ne diyeyim, ne diyeyim ben? Kirem Dakuni. Mən də fars dilində deyim, qaydəmid. Allah'ın olsun bibi o kadar getdi dərinə, isti bastı məni getdi. Abdullah. Sən yaxşısan, mən çıxarsam çöldə qalacaq hər şey. Ya bundan zaten koyun yalnız. Bibi seksual ne bibi? Ne neyim ben? Seksane hanım. Adımı değişeceğim koyacağım. Seksane. Allah sənə ömür versin bibi. Eyvallah. Mehrane ile seksane. Bibi, Oğlum, burada ben- subay olanımız var. Bir nəfər burada subaydı, o da manavdır. Yazıq bir indi tualetlərdə qalacaq. Hiç ne olmaz bana falan. Amma mən bir dənə söz demək istəyirəm bibiyə. Bibi, Allah İlham Əliyevin ailəsini qoyub sənə dərd verməsin. Başqa heç nə demirəm. Onsuz onun derdi vardı. Və salamda yamından böyüyüm versin. Oğlan sizi. Siz için deyəcək oğlanın danışmağını eşitmişsiniz. Yox, görməmişəm, düz deyir bax. Düzdür də, xəstədir Düz də. deyir bax bunu. Leyla heç olmasa mənə şeir yazır. Gecə gündüz uçdu getdi. Arzum Orada ne? Bu üniversitede Aa, okuyan düşün da danışır ki, değil dur. sülü axırında və. Ha yox, qardaş mən onu da görürəm. Yox, bu hanı Yox, yox, üniversitede okuyan vaxtları danışırdı. Mən Bir dəfə görməmişəm. onu, bir dəfə namuslu qulağına qoymuşdular. Ona Paskazlıç eləyə Azərbaycanca danışdırdılar. Bir dəfə cəmi ömrümdə görmüşəm. Bu 4-5 il içində siz bir dəfə İlhamın oğlunun danışmağını görmüşsünüz. Vallahi mən onun Mən səsini yox, necə mən rəngin də Allah da bilmirəm nə nədir. danışırsın? Allah da nə dərd verər. Mənim uşaqlarım qoz sındırırlar, bilər. Biz Nə?
Vurur soğan yumruğu muzun üstündə, yeyirik, içirik özümüz üçün, keyf edirik. Maşallah, Allah Allah xəstədir hamısı, xəstə. Mənim özümün 63 yaşım var, mən hələ Allah paşağı ömür dərman versin. keçməmişəm. Allah Yoxsa ömür mən versin, son Allah zamanlarda ömür versin. nervidən asma var məndə, bronxiallə asma. O da əsəbdəndir, əsəb nervidəndir məndə. Əsəbləşəndə Ay məndə o... bibi, Ayca. məni apardın ya yox. Ha, gələk əsas məsələyə deyəm. Ölkədən çıxım mı? Ölkədən çıxa bilmirsiniz, bilirəm. Ölkədən çıxmaq bu dağa çətin məsələdir. Ölkədən O çıxa dəhşətdir bilmirsiniz. valla. Orada o şey yolları bağlayıb ki, diri-diri sizi öldürürlər də konslager. Konslager. Sabah bu canlı yayın partlamalı deyə xeyri yoxdur. Düz. Konslager. Mən Özə Lənkəranda da bir dənə Lənkəranda da bir dənə istintaq Bir var kes soyqırımı, bir var soyqırımı, bir de var diri-diri sizi öldürürlər. Sizi hər yerdən bağlayıb, akpirvit eləyiblər. Aç, susuz, qazsız. bizdə də günah var da bibi, bizdə də günah var. Birləşmirik, vallah birləşmirik. Birləşmə deyəndə Qalxmırıq, əlbəttə ki, günah sizdə var. Amma necə edə bilərsə, onlar уже gücləniblər orada. Siyonist bütün o İsrailin siyonistləri hamısı molla paltarı ilə gəldi girdi. Onların İsrailin o şeyləri var ha, o ravinləri. Onun hərəsi bir dənə polkovnikdir. Onların hərəsi bir dənə generaldır. O elə belə o gəlməklərinə baxmayırsan. İsrailin bütün siyonistlərini gətirib doldurdular orada. Özdə bir gün sabah o şey Amerika qalxdı, şeyi qaldırdılar. İndi elə deyil də, bəs bu İran da onları tutub asacaq axı. İndi qulaq Nəvələri- asın. Bir sənə düşsün də, bir sənə düşsün. Bir dəqiqə mənə qulaq asın. Bax, İranın o keçmiş padşahı kimidir? O padşahın oğlu Rıza Pəhləvi. Pəhləvi. Pəhləvi çıxdı, dedi qalxın ayağa. Hamısı qalxdı. Üzə 2-3 gündə İranda qalxıblar. Mənə xəbərlər gəlirdi. İranda da mənim qohumlarım var. Çünki atam İranlıdır, Ərdəbillidir. Azərbaycanlıdır, amma Ərdəbillidir. Anam Talış qızıdır. Mən özümə oradan da xəbərlər gəlir. İranda qalxıblar, Pəhləvinin sözünə qalxıblar. İndi Amerikada deyib ki, əgər orada bir nəfər ölsə, biz gəlib səni dağıdacağıq. Amerikada hardan keçəcək? İsrailin əskərləri hardan keçəcək? Çerez Azərbaycan. Azərbaycanın bu səfər Makintoşu pis yanacaq. Azərbaycanı İran bir dəfə osturub dağıdacaq. İkinci dəfə osturmayacaq. Bir dəfə. Bir dəfəyə. Azərbaycan çox pis hərəkət elədi. O Amerika ilə, İsrail ilə dostluğunda çox nahaq yerə özünü bəlaya soxdu. Ancaq bunlar qaça da bilməyəcəklər bu qəhbələr. Bu kasıb-küsuba rəhm eləyərlər, baxma yine. O qədər də uzun boylu deyil. Cəmaət bilir buranın insanları, Azərbaycan insanları nələr çəkir. Hamı bilir. İran da Ay bilir, bibi. hamı bilir. Bibi sizi saxlamışdılar axı. Nə oldu? O əksaf nə oldu? Necə oldu? Məni buraxdılar da. Buraxdılar məni. Bu veriliş YouTube-da gedəcək. İcazə verin bir kəlmə, bir dəqiqə məndə bir məsələni qeyd edeyim. Dünənlərdə Adam qeyd var, elədim. sən gələdi, buraxdılar. Yoxsa mən özü gedəcəkdim çala-çala. İcazə verin dostlar. Buyur, Elvin Mən bəy. Dünənlər ölkədən Orxan qaçaq. Bilirsən qeyd sən, elədim qaçaq. mən. İndi yenə də təkrarən qeyd edirəm ki, İlham Əliyev zinadan əmələ gələn köpək oğlu, qonaqdan əmələ gələn köpək oğlu. Bu Abzas medianın qızların sən Lənkəranda tikdirdiyin yeni təcizxanaya, istintaq təcizxanasına aparmağınla deyil. Onsuz da onlar sınmayıblar, sınmayacaqlar da. A şərəfsiz, a benamus. Ay mənlə olub mənə oxşamayan. Elvin sən ölkədəsən, ha? Yox qardaşım, ölkədə deyirəm amma məlumatlıyam. Nə olur? Qardaş, Rauf. heç kim birləşmir də qardaş. Kim tək-tük Ay, adam qurban çıxırıb olum. basırlar içəri. Ay, Polas baş bunların bacım. əlindədir. Nə eləyir? Nətər eləyir? Sən ölkədəsənsə, sən çıx buradan. Mən ölkədəyəm. Ölkədə sən çıx, Poli, çıx. Çıx buradan mənim balam, sən çıx. Sən çıx buradan. Ölkədəsənsə sonra hə, başa dön, sonra Çıx buradan, problemi yaranır. səhifəvi çıxart girən, səhifəvi dəyişdir, adımız. Sən çıx buradan. Ölkədə Ay, sağ ol. olanlar canlı yayıma qalxmasınlar, qardaşlar. Qalxmasın. Ya və yaxud da fake adla, zadla belə indi başqa da çıxmasın. Şeyləsinlər də bizə görə kimsə niyə görə problem yaşasın? Hədə kimsə niyə görə istifadat eləməlidir ki? Baxın balalarım, qarğışı bizə gəlməsin. Biz öz işimizi Vay. görürük, bilirik nə etməliyik. İlham Əliyev, bu Abzas medianın qızları Mehribanım. burax oradan. Oradan Abzas medianın qızların ümumiyyətlə bu 15 nəfərə yaxın nahaqdan şərrədiyin xanımlar var. 9-u jurnalisti, 6-sı da müsəlman bir hərəkatının üzvləridir. Ha, şərəfsiz, ha, cındır. Ha, qonaqdan əmələ gələn çox oğlu. Ha, mənlə İt olub oğlu. oxşamayan.
Niyə Məndən Şəhlanın unutmağa oxşamayan məhərrəmliyində gədəsə. Şəhla su paylayırdı, Eysan verirdi 5 dənə qız. Eysan verirdilər, Onu deyirəm də məhərrəmlikdə bibi. Səfər ayı qutanmışdı. Başı var dönəmi, onu deyirəm mən də. Aparıb basdılar içəri. Sonra həmən günü Nərdaranda, Aşura günü Nərdaranda şey açdılar. O qəhvə Emin Ağalarov gətirdi orada qəhvə. Siflisxananın, Siflisxananın. Sifilizi, nə Əla, bilim. gözəl. Ruslar necə deyir? Deyir, s vami lучше, s vami хорошо, без вас лучше. Короче. Diş basmayla sən. Mən gedirəm. Gedəndə də 2 dənə söz deyirəm. Yox. 2 dənə söz deyirəm. Bir deyirəm, Leylaya dəyməyin. Leyla mənim balamdır, o mənlikdir. Gün gələcək. Onlar xəstədirlər də. Mən ölləmdə, xəstədən ötürü ölləmdə. Mən belə xəstə gicliyim var ölləmdə. Biz Qarabağlar. Allah razı olsun, mənim elə qızım olsa var ha, dərddən ölərəm. Süle, o Leyla kayf eləyəndi. Qoy o mənlik olsun da. Niyə sən görə kayf eləyənsən? Mən bayaqdan oturmuşam burada Orada kayf eləyən də öyle, ay Elvi, xəstədirlər, onlar şizlikdirlər. Xəstədir, öləm mən xəstədən ötürü kayf eləmir o. Mən onu xəstə aparıram. Hə. İkincisi də ki, Raf yenə gəldi. Raf necə sutka istəyirsən, çıx da verirsən. İkincisi də ki, İlham Əliyev. İlham Rahat Əliyev. hanım, valla sənə görə deyir ya. Allah'ın olsun. Rauf, mənim balam, mən demirəm, qorxasan, mən qulaq as, bibi qurban. Səhifəni araşdırarlar, başını ağramasın. Nə qədər adamı saxlayacaq? Nə qədər adam? Türmələrdə yer yoxdur. Eləmə də, sən də indi balaların evin Fəqət eşiyini. 400 nəfər dustaq var. Bunlar şərəfsiz şeydir. Biz istəmirik axı oradakılar öz adı ilə, soyadı ilə gəlib burada bizlərə qatılsın, yansın, nahaqdan şərlənsin. Onsuz zaten şərliyirlər bu fahişələr. Biz sizin əvəzinizdə biz danışırıq, biz sizin dilimizik də, biz sizin gözümüzük, biz sizin Biz pesat ürəyimizik. deyilik də bunlar, narahat olma. Hə. Biz pesat deyilik. Yəni ki, Heydər Əliyev ölübdür, eşidirsiniz. Heydər Əliyev ölübdür. Allah onun yanında yatanların hamısına rəhmət eləsin. İnşallah Yanında ləzinə yatanlar. qul pəsəndir. Amma onun lişni gühansələ rəhmətullah və bərəkətuhu və bərəkətuhu. Süleyman, Hacam. bu valla o rəhmətliyin vaxtında belə değildi. Valla Ay belə. onun mənim. Ölkə bilsən nə gündədir? Ölkə üzdən İraqların Ay valla Rauf, o lənətliyi gətirib bu o nəhələtli Bilirlər o hamısı. gətirib və onu başa düşdüm. Valla onun vaxtında da belə değildi. Ha qardaş bu bilsən nə? Elə bir ki, nə bilim, düşmən oturub bizlə üzbüzdə. Bu da ondan törənəndir də qardaş. Onun Ya. mən var yoxuna calayım. Bu Rauf qardaşım bir dənə sözündən mən balaca bir dənə razıyam. Bu pederast köpəyoğlunun balası bu Heydər Əliyev elə bir sistem qurmuşdu ki, Orxan var yoxuna lənət. Eşitdiyimi deyirəm, mən olmamışam, görməmişəm. Deputat da öləm, deputat oğlu da öləm. Deyir bunun qəbuluna girən adamlar olub zamanında. Var yoxuna çoxlu altına sıçıb işləyib, daşaqları başları zadı partlayıb ki, görəsən girəndə nə olacaq? Adamlar diri bastırdı. Bu şeyin Bəylər Əyyubovun qardaşı oğlu tutuldu yer Ruslan mənə zəng eləyən yadınıza gəlir. Canlı yayımda da qoymuşam Əyyubov. Mənə zəng eləmişdi, gələcəm səninlə bir stəkan çay içəcəm Süleyman. Qısaca onu geri axtarıb tapım təzədən qoyum, elə temadır. Nəysə. Həmən o vaxt mənə dedi ki, mənim o nə qədər demişdi, nə qədər yadımdan çıxıb rəqəm. O torpaqda şuvalan demişdi prosto. Orada səni diri bastıracağam. Sonra mən qurdaladım, araşdırdım. Sən demə doğrudan da Heydər Əliyev, İlham Əliyev o vaxtlarda, indi mən Heydərin hələ o vaxtından danışıram. Kimlər ki buna qarşı böyük adamlar da, indi uşaq bu siyasi məhbuslar bunlar yox. Böyük adamlar, biznesmenlər, nazirlər, nə bilim, məmurlar da qaroçi. Kim ki Heydər Əliyevə qarşı səhv eləyirmişsə, bunu aparıb diri Parnik, ölüm Parnik adı altında şuvalanda diri həmən o Ruslanın Bəylər Əyyubovun şeyində nədir, torpağında bastırırmışlar. Diri üz aşağı, belə düz. Hə, bunlar bu qədər qan içəndə. Hitler köpəyoğlunun balası belə bəlkə bu qədər belə şərəfsizlik eləməyibdi. Başa düşdünüz, mən getdim ki, xeyrə qalsın. Süli getmə bilən bir kəlmə söz deyim, get sonra. Yaxşı. Süli, məni yandıran nədir? Yox, getmə qurban, bir kəlmə. Dedim, yaxşıdır, yox. Məni yandıran nədir? Demirəm, məsələn, bilənlər bilir də. Azdan çoxdan, məsəl üçün, mənim bu qovumum, Ağrəbəm, məsələn, hamısı itxanada, qutxanada, pisdir. Mən görmüşəm də. Amma mən, yəni pul barədə deyirəm. Görsəm də mən bu məmur bu kontingentin yanında dörəmdə. Çünki bilirəm ki, bunlar xalqın haqqını taftalayıb. Görəsən bu bir ağac çəkdim, təkərləri ya digəri.
Elələri bizlərin yerinə olsaydı nə edərdi? Heç nə, bizdən artıq. Görməklə, görməməklə deyir o, insanın mənliyi iləndir o, söz yox. Allah haqqı, adam var ki, kasıb yaşayır ilə çox adam, zato əqidəsi heç vaxt heç nəyə Mən o dəyişir. bilirəm ki, gələn həftədən 12 yanvardan başlayıram icra hakimlərinə. Bir yazıram, hamısını çıxardıram, şəkillərini tapıram, onlara bir dənə qəşəng pas soxmağa başlayıram və faktları da qoyuram. Sən Allah Sabirabadın başçısı Siracəddin Cabbarovu da yadından çıxart. Dəyməyim ona. Dəyi, ona özdə Dedim bizə qohumzad olar mı? Ay, kim eləsi qohum var yoxum. Gör nə deyirəm. Şəhidin yoldaşı bunun yanına gedib ki, mən şəhid yoldaşıyam, deyib mənim oğlumun daşşağına kimi. Onun oğlunun daşşağın, onun atasının gözünü İndi götürməsin. Süleyman indi nəvələrini gətirib Targovidə 8 dənə yerinə yer götürüblər. Kofe şartın yer. Birazdan heç başqa yəni sahibkarlar da hamısı əldən çıxacaq. Birinci gündən icra başçıları məndən gecəz xeyrə siviyazdayıq, sağ ol. Allah bizi qorusun. Gecən xeyir. Sən də sağ ol, gecən xeyrə qalsın. Targovda yer götürüblər. Targovda bu dəqiqə 4 dənə gey klub açıblar. Orada da post patrol qoyublar. Post patrol gey klubun geylərin götün axırına. Bibi, ay bibi. Haycan. Mən demək olar ki 20-22 ildir Bakıdayam. Mən üzdən rəyaqlar görmüşdüm. Amma indi rayonlardan çıxır, hər gün artır. İçəridə производствоdur da, производство pıkçız götü. İçəridə bıraxır. Ya Allah, sağlam ol. Bıraxır. Yo, bilinmir bu nə deyirlər bu qidaya qatıblar, ərzaqa qatıblar. Bu xəstə ola bilməz axı, bu qədər xəstə ola bilməz. Mən deyim sənə, vaksin vurdular, vaksində göt dərmanı var idi. Onu vurdular, göt başladı qızışmağa. Vaksin Azərbaycanda kimə vurublar, o dombalır, naxadı dombalır. Həqiqi bu vaksin temasından sonra bu Azərbaycanda fikir verin, bu petuxlaşma artdı. Hə, vaksindən sonra hamısı başladı bir-birinin götü. Hələ mən burada vurdurmadım ona görə. Mana, ay mana. 200 manat verdim, cırdım aradan. Ki mən dedim də mən petuk olacaqdım. Biraz da qalsaydım mən petuk olacaqdım. Özlərim. Bir də həm petuxluq, bibi, həm də bu çurbanlıq əmələ gəldi bu xalqda fikir verin. Ben bir söz deyim də, mənim tanıdığım adamlar var, Allaha and olsun. Yəni ayları 5.000, 6.000 qazancları var da. O deyir ki, məsələn sənin vəziyyətin pissə, mən sənə görə niyə getməliyəm içəri? Mən sənə görə niyə polisin əlinə düşməliyəm? Mən niyə qalxmalıyam? Yəni bizdə bu dəqiqə Azərbaycanda yəni belə sayılır. Yəni sənin vəziyyətin pisdir, sən nə sözü var, deyir maya xata skrayo. Yəni mənim nəyimə lazımdır ki? Birləşmə yoxdur da, yəni birlik yoxdur. O deyir ki, mən yaxşı yaşayıram, ayda 4-5 min gəlirim var. Sən acından ölürsən, xeyr ola, mən sənə görə çıxmalıyam, içəri girməliyəm və yaxud. Ay, sağ ol. Məsələ budur da. Bizdə birlik yoxdur, yəni ona görə başqa heç nə. İndi də gətirib nəvələrini doldurub ölkəyə. Az qalıb, gözləyin, İran gəlir, az qalıb. Elə biz belə deyə oğlu da gəlib yenə hakimiyyətə, nəvəsi də gələcək, elə belə deyə. Hakimiyyətə apara bilər, o danışa bilir. O heç Azərbaycanca danışır. Bildi, bilmədi, elə onlar gələcək. Bu millət qalxmır da, qardaş. Heç kim gəlməyəcək, Allahın için bilmək olmaz. İnşallah bu il qaqa, bu il inşallah həll olunur məsələ, Allahın izni ilə. Bizdə yox Allah. Qardaş, yolları bağlı. Bu il dəhşətli bir proses olacaq. Bu il hamınız evimizə dönəcəksiniz. Bunu mən Allahın sizə izni ilə. hamınız evimizə dönəcəksiniz. İnan ki bibi, Allah haqqı, Azərbaycanda vəziyyət dəyişilsin. Bir gün burada qalan köpək oldu. Bax bibi, gör nə deyirəm, indi buradakı dostlar mənə tanıyırlar. Mən 100% gözlənələm. Burada mənim hər bir şeyimdə təmin edir, Allah'a şükür. Biletmə kimi, nə bilim, skor poizin bileti cəmaatdan fərqli. Hər şeyimi yəni təmin edir. Pensiyamı vastanavit eləyib. Yəni söhbət puldur da, pul hər şeydə çox şeydir da, qurma olun. Allah'ın olsun. Biraz boynu dəstə, bu quldur dəstəsi. Bu il dağıdacaqlar. Trump boş yerə gəldi Azərbaycana. Elvin, Əli Kərimliyin şəklini qoymusan ora. Əli Kərimliyi Ramiz Mehdiyevə görə salıblar içəri. Ramiz Mehdiyev vardadır. Biz bunu qaqa elə həmişə biz də bunu da deyirik. Deyirik ki, əgər biz bununla iş birliyindədirsə, bu qrupun başçısı Ramiz ermənidirsə, bəs niyə Ramiz erməni villasında Ramiz villasında oturub Əli Kərimli içəridədir. Yaxşı, Əli Kərimli DTX-nın padvalında qardaş, bunu mən də deyirəm, blogerlər də deyir, hər kəs deyir valla bunu.
Qurban Ay olum. kişi, siz Kimsə çıx. oradan da o iri buynuzları bırakın. İri buynuzları koyun bir kirağa. Siz icra O hakimi. heç yəni deməyim odur ki, bu İcra Əli Kərimliyə görə hakimlərinin bu millət dəqiqə, qalxdı. sözümü kəsməyin, xahiş edirəm. İcra hakimlərinin bu dəqiqə, məsələn, Xatayının icra hakimi satdı Xatayının torpaqlarını 270 milyona Novxanda ev tikib. 270 milyon evroya. Əli Bayramlının icra hakiminin paltosu 26 min evroyadır. Siz nəyə qoyub nəyə axtarırsınız? Cəmaatı miniblər, çapırlar. Cəmaat уже все, danışa bilmir. Cəmaat özü stavit elədi. Özləri dinmədi. Axırı bu vəziyyətə gəlib çıxdılar. Ücret danışsalar da faydası yoxdur. Fars demişkən çi fayda. Amma bu il bibi sizə Vanga kimi deyir. Bu il hamımız evimizə dönəcəksiniz siz. Bu il Allah ağzından etsin. İnşallah. Bibi mən efirimə sabah inşallah mən efirimdə çıxarıq YouTube-da. İnşallah. Şeyliyə danışarıq, şeyliyə çıxarıq mütləq. Manaf Ətraflı bu grup söhbətlərlə. düzəldin, grupla çıxalım da, bir yerdə çıxalım uşaqlarla. İndi hələ Allah ki qrup yoxdur da, evə internet çəkdirim, ondan sonra proqram da şeyləyim, qrupdan çıxacaq. Bu il məsələ həll olunacaq. Bu il özdə at ilidir, at vəfalı heyvandır, amma qızışmış ətin ilidir ya. Bu il qızışmış atın ilidir. O Mehribanla şeyləyən, o Yekaterina ilə o. Hə, bu il dəhşətli, zarafat eləmirəm. Mehribanın arzulatçı olacaq da at gəlir. Bu il həqiqətən də Azərbaycanın talehi bu il həll olunacaq. Trump 99 il müqabilə bağladı, getdi girdi. Paşiklə bunun qardaşın İlhamı barışdırdı güya. Bu Trump İlhamı da aparsın da canımız. Ada yox, Trump aparacaq da. İlhamı başqa Nəysə, cür. mən getdim. İlham başqa cürdür. Bunlar mana. Mehriban deyir mənlik də. Kimdə bu? Mehriban deyir mənlik. bağlayıram efiri. Çünki sabah bu YouTube-da gedəcək, Şən TV-də gedəcək bu veriliş YouTube-da. İnşallah. Minnətdaram hər birinizə. Allah sizləri qorusun. Təşəkkür edirəm. Mən də hər birinizə təşəkkür edirəm mən də sizin. Allah sizi xətə baladan. Allah mənim bu yazıq, bu mömin xalqıma, bu dili tutulmuş xalqıma, danışa bilməyən bədbəxt xalqımın köməyi olsun. Nə deyə bilərəm? Heç Amin. Amin bibi, amin. Bibi, əllərindən öpürəm bibi. Sağ ol mənim balam. Allah sizi xoş Bibi dəyərli insan imiş, valla. Sağ olun. Sağ ol. Var Sağ ol. olun. Gecəniz xeyir Sağ ol. olsun. Sağ ol, sağ ol. Var ol.